əxlaqı olmayanın dini də olmaz. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədis şərifində buyurur ki, iman və həya bir-birinə bağlıdır. Biri gedərsə, digəri də gedər. Həya burada artıq əxlaqı təmsil edir. Həyası olmayan imanı da olmaz. İmanı olmayan həyası da olmaz. Biri gedərsə, digəri də gedər. Bu nöqteyi nəzərdən əxlaq çox mühümdür, önəmlidir. Əxlaqı olmayanın dini olmaz. İslamın gəlməsinin bir səbəbi də cəmiyyəti əxlaqlı etməsi üçün İslam gəlibdir. Bir məqsədi də İslamın buydu. Misal üçün, Uca Allah Quran-Kərimdə buyurur ki, İnnəs-salətə tənhə anil fəhşəi vəl-munkər. Namaz çirkin və pis işlərdən çəkindirər. Yəni, sizin qıldığınız namaz əslində sizi çirkin və pis işlərdən çəkindirməlidir. Bu mənada namaz əxlaqlı olmaq üçün bir vasitədir. Namaz əsl məqsəd deyil. Namaz doğrudur, fərzdir. Namaz Allahın bizə əmridir. Hər bir müsəlman namaz qılmaq məcburiyyətindədir, vacibdir. Bu öz yerində. Amma namaz qılmaqda məqsəd quru-quru yalnız əyilib qalxmaq deyil. Bu idman olmuş olur o zaman. Bu ritualdan ibarət olmuş olur. Namaz sizi çirkin və pis işlərdən çəkindirər, çəkindirməlidir. Elə bir namaz qılın ki, o sizin qıldığınız namaz sizi çirkin və pis işlərdən çəkindirsin. Əks halda quru-quru qılınan bir namazın heç bir dəyəri yoxdur Allah katında. Təsəvvür edin ki, bir insan namaz qılır, misal üçün. Namazın bütün şərtlərinə riayət edir. 12 fərzinin hamısına riayət edir. Dəst namazını da alır. Qusursuz heç bir zaman ayağını yerə basmaz, belə deyək. Yəni, bu şərtləri hamısına riayət edir, amma qul haqlarına riayət etmir. Misal verirəm. Belə bir müsəlmanı istəmir Allah-u Teala. Yəni, məqsəd bu deyil. Demək istədiyim nədir? Bəzi müsəlmanlar var ki, çox təəssüflər olsun ki, ətrafdakı insanları unudurlar. Namaz qılırlar, amma qul haqqına riayət etmirlər. Donuz əti haramdır deyə yeməzlər, amma qul haqqı yeyərlər. Səhərdən axşama kimi oruç tutub az qalarlar, heç nə yeməzlər, amma yetim haqqı yeyərlər. Belə deyək, cəmaət namazına diqqət edərlər, amma cəmaətin haqlarına diqqət etməzlər. Quran-Kərimdə belə bir ayə var. Vəylul likulli huməzətin luməzə. Üzdə tənə vurub dalda qeybət edən hər kəsin vay halına. Bu ayəni bir çox müsəlmanlar əzbərə bilir. Bəzən namazlarında belə oxuyarlar, amma müsəlmanların qeybətini edərlər. Müsəlmanların üzünə gülüb arxasınca danışarlar. Həmin o ayəni bəlkə namazlarında belə oxuyar bu şəxslər. Bax, Allah belə bir müsəlmanı bizdən istəmir. Bu, belə deyək, quru-quru yalnız namaz qılan bir müsəlman ortaya çıxmış olur o zaman. O zaman o qıldığımız namaz ritualdan ibarət olmuş olur. Başqa heç tərəfə keçmir. Ritualdan o tərəfə keçmir. Biz yalnız idman etmiş oluruq. Əgər namaz qıla-qıla qul haqlarına riayət etmiriksə, əxlaqımız yoxdursa, əxlaq yoxdursa, yalnız ibadətlə məşğul oluruq, əxlaqımız yoxdursa, belə bir müsəlmanı Allah bizdən istəmir.